Salam. Bugün sizinle çok vacip bir mövzuya başvururuq. Bize gönderdiğiniz materiallar əsasında. İnsan hüquqları. Salam, bəli, çox fundamental mövzudur. Bu sənədlər əslində elə bil hər birimizin sahib olduğu o təməl haqlardan, azadlıqlardan danışır. Tamamilə doğrudur və bu hüquqlar materiallarda da qeyd olunduğu kimi biz doğulan kimi bizə aiddir. Yəni, kimsə verib, kimsə ala bilməz. Toxunulmazdı, ayrılmazdı deyirlər. Bəli, toxunulmaz da ayrılmaz. Ən vacibi də odur ki, hamı üçündür. Fərqi yoxdur irqin nədir, cinsin, dilin, dinin. Yəni universal. Universal, bəli. Həm də dövlətin gücünü məhdudlaşdırır bir növ. Dövlət hər şeyi edə bilməz deməkdir. Gəlin baxaq, bu anlayış necə yaranıb, inkişaf edib? Oxuyanda görürəm ki, bu universal hüquqlar fikri köhnə olsa da, əsasən maarifçilik dövründə başlayıb. Eləmi? Hə, kökləri ora gedib çıxır. Amma əsl dönüş nöqtəsi təəssüf ki, faciəvi bir hadisə oldu. İkinci Dünya müharibəsi. Bəli. O dəhşətlərdən sonra dünya başa düşdü ki, nəsə etmək lazımdır. Və 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı o məşhur sənədi qəbul etdi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, ÜİB. Məhz o. Baxmayaraq ki, bu sənəd özü, yəni hüquqi cəhətdən məcburi deyil. Maraqlıdır, məcburi deyil. Yox, tövsiyə xarakterlidir. Amma təsiri inanılmaz böyük olub. Mənəvi, siyasi təsiri. Demək olar ki, sonrakı bütün vacib beynəlxalq müqavilələr bunun üstündə qurulub. Bir növ təməl daşı kimi. Tamamilə. Hətta girişində çox güclü bir cümlə var. Deyir ki, dünyada azadlıq, ədalət və sülhün əsası, baxın, əsası odur ki, hər kəsin ləyaqəti, bərabər və ayrılmaz hüquqları tanınsın. Çox dərin fikirdir. Bəs bəyannamənin özündə əsas prinsiplər nələrdir? O ilk maddələr məsələn. İlk maddələr çox fundamental prinsipləri qoyur. Birinci maddə deyir ki, bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan verilib və bir-birinə qardaşlıq ruhunda yanaşmalıdırlar. Qardaşlıq ruhu. Bəli. İkinci maddə isə deyir ki, bu bəyannamədəki hüquqlar hamıya aiddir. Heç bir fərq qoyulmadan. Yəni irq, din, cins, siyasi baxış heç nə əsas ola bilməz ayrı seçkili üçün. Bu çox vacibdir. Üçüncü maddə də çox önəmlidir. Yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ. Bunlar təməldir. Amma ümumilikdə bəyannamə çox genişdir. Yəni mülki, siyasi hüquqlar var, iqtisadi, sosial, mədəni hüquqlar var. Deməli, ÜİB bir növ istiqamət verdi. Amma dediyiniz kimi məcburi deyildi. Yəqin ki, sonradan daha, belə deyək, dişli mexanizmlər lazım oldu. Materiallarda başqa konvensiyalar da var. Bəli, məhz elədir. O prinsipləri artıq hüquqi öhdəlik halına gətirmək lazım idi. Sizin mənbələrdə bir neçəsi qeyd olunur. Məsələn, elə 1948-ci ildə ÜİHB ilə eyni ildə soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya qəbul edildi. Çox dəhşətli bir cinayəti, soyqırımı beynəlxalq cinayət kimi tanıyır və dövlətlərə öhdəlik qoyur ki, bunun qarşısını alın, cəzalandırın. Bu birbaşa İkinci Dünya müharibəsinin dəhşətlərinə cavab idi yəqin. Şübhəsiz. Sonra məsələn 1965-ci ildə irqi ayrı seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiya var. Bu da çox vacibdir. İrqçiliyə qarşı. Bəli. Sonra 1979-cu ildə qadın hüquqları ilə bağlı çox mühüm bir sənəd qəbul edildi. CEDAW, qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya. CEDAW, bu çox tanınır. Bəli, məqsəd qadınlarla kişilər arasında həyatın bütün sahələrində tam bərabərliyi təmin etməkdir. Siyasət, iqtisadiyyat, ailə, hər yerdə. Materiallarda işgəncə əleyhinə konvensiyaya da toxunulur. CAT və onun protokolu, OPCAT. Bu barədə biraz danışaq. Bu preventiv mexanizm maraqlı səslənir. Əlbəttə, 1984-cü ildə işgəncə əleyhinə konvensiya CAT qəbul olunub. Bu, işgəncəni və qəddar rəftarı qəti şəkildə qadağan edir. Amma sizin də qeyd etdiyiniz kimi, sonradan ona bir fakultativ protokol, OPCAT əlavə olundu. Bəs onun fərqi nədir? OPCAT-in əsas məqsədi işgəncənin qarşısını almaqdır, yəni preventivdir. Necə? Azadlıqdan məhrum etmə yerlərinə, həbsxanalara, təcridxanalara, psixiatri xəstəxanalarına. Başa düşdüm. Müntəzəm, müstəqil bağ çəkmələr sistemi yaradır. Yəni xüsusi qurumlar gedib ora baxış keçirir, vəziyyətlə tanış olur, problemləri aşkarlayır. Məqsəd problem yaranmamış onu görməkdir. Bəli.
Qabaqlayıcı tədbir görmək. Sizin materiallarda da var ki, Azərbaycan da bu protokolu təsdiq edib. Bu da onun əhəmiyyətini göstərir. Çox maraqlıdır. Deməli, belə ümumiləşdirsək, ÜGB bir təməl qoydu, sonraki konvensiyalar isə bu təməl üzərində daha möhkəm divarlar hörərək dövlətləri konkret addımlar atmağa məcbur etdi. Bəli, tamamilə. Sizin təqdim etdiyiniz bu materiallardan çıxan əsas nəticə budur. İnsan hüquqları hamıya aiddir, bölünməzdir, toxunulmazdır. ÜYB bir mayak oldu, sonraki sənədlər isə bu işığı daha da gücləndirdi, hüquqi mexanizmlər yaratdı və bu, dövlətlərin öz vətəndaşları qarşısında birbaşa məsuliyyət daşıdığını göstərir. Yaxşı, bütün bunları müzakirə etdik. Bu beynəlxalq sənədlər, mexanizmlər, bəs dinləyicimiz üçün, sizin üçün bunun əsas mənası nədir? Düşünürəm ki, bu, hər bir insanın ləyaqətinin qorunması, daha ədalətli bir dünya üçün qlobal bir səydir. Amma bir sual da ortaya çıxır. Mənbələrdə birbaşa cavabı yoxdur. Amma məntiqlə düşünəndə, bu gözəl beynəlxalq normalar, qaydalar kağız üzərində qalmasın deyə nə etməli? Yəni, milli səviyyədə, real həyatda bunların tətbiqi, təminatı hansı çətinliklərlə üzləşir? Və bu çətinlikləri aradan qaldırmaq üçün daha nələr etmək olar? Bu barədə düşünməyə dəyər, elə deyilmi? Çox yerində sualdır. Bu, həqiqətən də bugünkü əsas çağırışlardan biridir, üzərində düşünməli məsələdir.